Salamlar, vaxtınız xeyir olsun. Biz bugün 8-ci coğrafya kitabının müasir coğrafya elmi yeni sahələri mövzusunu izahına baxacağıq. Dərsə keçmədən öncə bizə belə bir kiçik mətn verib, mətni oxuyaq və təhlil edək. Coğrafya, təbiət və cəmiyyətdə gedən prosesləri öyrənilən elmdir. Coğrafya xarakter xüsusiyyətləri tərkibində yeni elm sahələri, yəni əhali coğrafiyası, ekoloji coğrafya yaranmasına təkan verir. İnsan da təbiət və cəmiyyətin bir hissəsi olduğunu, onlar arasındakı münasibətlər, mürəkkəb xarakteri coğrafiyada yeni sahələr yaranmasına bir tələbat kimi meydana çıxarır. Dedik ki, coğrafya necə bir elmdir? Həm təbiət, həm də cəmiyyəti öyrənən bir elmdir. Bəs coğrafya xarakter xüsusiyyətləri nədir? Bu hər iki sahəni öyrəndiyi üçün coğrafiyada yeni elm sahələri yaranır. Məsələn, əhali coğrafiyası, ekoloji coğrafya və s. yaranmasına təkan verir. Sonra insan haqqında məlumat verir. İnsan da təbiət və cəmiyyətin bir hissəsi olduğunu, onlar arasındakı münasibət, mürəkkəb xarakteri coğrafiyada yeni sahələr yaranmasına bir tələbat kimi meydana çıxarır. Dedik ki, bu sözü biz belə açarıq ki, insanın durmadan artan maddi ehtiyacı ödənməsi üçün həm cəmiyyətdən, həm də təbiətdən vasitəsiz bir şəkildə daima istifadə edir. Bu nəticəsində də coğrafiyaya yeni elm sahələri yaranmasına zəruri edir. İndi isə gəlin bizə belə bir tədqiqat sualı verir. Tədqiqat suallarını oxuyacağıq, lakin biz bu sualları mövzunun sonunda cavablandıracağıq. Hazırda yeni elm sahələri yaranması hansı amillərin təsirlə baş verir? Bu birinci sualımız. İkinci sualımız isə yeni yaranan sahələr coğrafya inkişafına necə təsir edir? Bu da bizim ikinci sualımız. Sonra bizə açar sözlər verir. Ekoloji coğrafya, tibbi coğrafya, rekreasiya coğrafiyası, əhali coğrafiyası, sosial coğrafya, siyasi coğrafya, coğrafi informasiya, riyazi coğrafya kimi açar sözlər verib. Bu açar sözləri biz mətn dərsi içində görəcəyik. Gəlin dərsi keçək. Cəmiyyətin istehsalının inkişafı prosesində baş verən dəyişiklikləri öyrənmək lazımdır. Bu zaman yaranmış problemlərin həll yollarını axtarmaq lazım gəlir. Bunun üçün də yeni elm sahələri yaranır. Təbii tarazlığın qorunması üçün ayrı-ayrı komponentlər arasında qarşılıqlı əlaqə öyrənməsi vacibdir. Bu sahədəki tədqiqatları ekoloji coğrafya elmi öyrənir. Buna qədər oxuduqca mətni daha yaxından təhlil edək. Dedik ki, cəmiyyətin istehsal inkişaf prosesində baş verən dəyişikliklər öyrənmək lazımdır. Biz istehsalda nə öyrənirik? Baş verən dəyişiklikləri, bu zaman yaranmış problemli həll yollarını axtarmaq lazım gəlir. Yəni dedik ki, istehsalda proseslər dəyişir, yəni zaman keçdikcə dəyişikliklər baş verir. Bu nəticəsində yeni problemlər meydana çıxır və bu problemləri həll etmək üçün coğrafiyada yeni elm sahələri yaranır. Birinci elm sahəsi haqqında öyrəndik ki, ekoloji coğrafya. Gəlin onun tərifinə baxaq. Təbii tarazlığın qorunması üçün ayrı komponentlər arasında qarşılıqlı əlaqə öyrənməsi vacibdir. Bu sayədəki tədqiqatlar ekoloji coğrafya elmi aparır. Məsəl üçün, bitkilərin yayılması, heyvanların yayılması, populyasiya kimi mühüm məlumatları öyrənmək üçün biz ekoloji coğrafyadan istifadə edirik. Sonra baxaq. İnsanların sağlamlığının qorunması daim aktualdır. Bu məqsədlə istirahət və turizm kompleksi yaradılır. Coğrafya xüsusi sahələr kimi ayrılan tibbi coğrafya və rekreasiya coğrafiyası xüsusi əhəmiyyət kəsb edir. Rekreasiya coğrafiyası turizm rekreasiya ehtiyatla yerləşməsi və istifadə yollarını öyrənir. Biz burada iki dənə elm adı öyrəndik. Tibbi coğrafya və rekreasiya coğrafiyası. Tibbi coğrafya dedik ki, tərifən oldu. İnsan sağlamlığının qorunması daim aktualdır. Bu oldu tibbi coğrafyanın tərifi. Dedik, tərifən oldu. İnsan sağlamlığının qorunması daim aktualdır. Yəni, insanlar göstərilən tibbi xidmətlərin keyfiyyəti, ərazi üzrə yayılmasını öyrənən bir elmdir. Daha sonra dedik ki, turizm coğrafiyasına qarşılıqlı əlaqədə olan bir elmimiz var. Bu rekreasiya coğrafiyasıdır. Bu məqsədlə istirahət turizm kompleksi yaradılır. Coğrafiya xüsusi sahələr kimi ayrılan tibbi coğrafya bu haqda məlumat verdi. Rekreasiya coğrafiyası mühüm əhəmiyyət kəsb edir. Rekreasiya coğrafiyası dedik, nəyə xidmət edir? Turizm ehtiyatları yerləşməsi, onların istifadəsini öyrənir. Məsələn, biz turizm ehtiyatları dedikdə, məsələn, bura dağ turizmi deyə bilərik, sonra dəniz sahili turizmləri biz bura misal çəkə bilərik. Həmçinin tarixi abidələr turizmini, şəhər turizmini biz bura çəkə bilərik. Turizm sahələri olduqca çoxdur. Biz bir ikisini misal çəkdik. Daha sonra əhali coğrafiyasına baxaq. Yeni bir elm adının tarif olunur, əhali coğrafiyası. Əhali coğrafiyası öyrənməsində mühüm əhəmiyyət kəsb edir. Bu sahələrin əhali məskunlaşması, onun təbii şəraitinin asılı olması, məntəqələrin inkişaf yollarını öyrənir. Baxın, əhali coğrafiyasının tərifini öyrəndik. Gəl onu biz daha yaxından incələyək. Baxın, əhali coğrafiyasını öyrənir, əhali sayının məskunlaşmanı öyrənir, təbii şəraitində asılı olmasını, sonra məntəqələrin inkişaf yollarını da öyrənir. Yəni, əhali coğrafiyası dedik ki, birbaşa insana xidmət edən bir elmdir. Əhali məskunlaşdırır, sonra onun təbii şəraitində asılı olmasını və məntəqələrin inkişafını öyrənir. Yəni, birbaşa insana xidmət edən bir elm sahəsidir. Daha sonra hazır dünya ölkələrində təbii artımın və
və şəhərlərin inkişafının idarə edilməsi problemi olaraq qalır. Onların həlli ilə şəhərlərin coğrafiyasının urbanizasiya elmi məşğul olur. Dedi ki, artıq əhali artır. Bu nəticəsində də şəhərləşmə prosesi, yəni urbanizasiya prosesi güclənir. Bu şəhərləşmənin də, yəni yerləşməni, şəhər yerləşmə prinsipi öyrənən elmdə dedik ki, şəhər coğrafiyası elmi məşğul olur. Burada bizə belə bir klaster, yəni şaxələndirmə verir. Biz bunları dərsin sonunda baxacağıq. Digər elmlərə baxaq, ondan sonra bu cədvəl tam şəkildə, yəni oxuyub təhlil edərik. Daha sonra Azərbaycan ölməsində 20-ci əsrin 80-90-cı illərindən başlayaraq geniş miqyaslı tədqiqatlar aparılmışdır. Yəni ki, Azərbaycan əhalisi öyrənməsi 20-ci əsrin 80-90-cı illərindən başlayaraq geniş miqyaslı tədqiqatlar aparılmışdır. Bu tarixi yadda saxlamaq vacibdir. Şəhər və yaxud da rayon landşaft planlaşdırılması, yaşayış və təsərrüfat sahələrinin səmərəli qurulması xidmət edir. Yəni dedik ki, şəhər və landşaft planlaşdırılması nədir? Yaşayış və təsərrüfat əraziləri səmərəli qurulmasına xidmət edən bir elm sahəsidir. Daha sonra iqtisadi coğrafiya elmi sırasında sosial coğrafiya, əhaliyə göstərilən mədəni, məişət xidmətinin yüksəldilməsi, bu xidmətlər həyata keçirilən obyektlərin yerləşməsini, prinsiplərini öyrənməklə məşğul olur. Sosial coğrafiya gördük ki, adından da göründüyü kimi insana xidmət edən bir elm sahəsidir. Yəni, əhaliyə göstərilən mədəni və məişət xidmətləri yüksəldilməsi, bu xidmətlərin həyata keçirilən obyektlərin yerləşmə prinsipləri öyrənir. Daha sonra digər elmə baxaq. Azərbaycan yaxın ölkələrlə münasibətləri müəyyən edilməsi siyasi coğrafiya elminin əhəmiyyətini artırır. Siyasi coğrafiya ölkələrin yaranması, siyasi xəritələrin formalaşması, sərhədlərin dəyişməsi, ölkələrin siyasi quruluşunu və s. öyrənir. Deyək, siyasi coğrafiya nələri öyrəndi? Gəlin baxaq. Siyasi coğrafiya ölkələrin yaranması, baxın 1. Sonra siyasi xəritələrin formalaşması, sərhədlərin dəyişməsi, ölkələrin siyasi quruluşunu öyrənir. Yəni, baxın, 1 ölkələrin yaranmasını öyrəndi, 2 siyasi xəritələrin formalaşmasını öyrəndi, 3 sərhədlərin dəyişməsi, 4 ölkənin siyasi quruluşunu öyrənən elm sahəsidir. Daha sonra son vaxtlarda coğrafi məlumatlar toplanması, təhlil edilməsi, kompüter texnik vasitələr geniş tətbiq edilir. Onların xəritə köçürülməsi üçün coğrafi informasiya sistemi məşğul olur. Bu sahədə riyazi coğrafiyanın əhəmiyyəti kəsb edir. Dedik ki, artıq müasir dövrdə yeni texnikalar vasitəsilə, yəni P2-lər vasitəsilə xəritələr tərtib olunur. Bu nəticəsində coğrafi informasiya sistemləri yaranır və bu sahələ məşğul olan elmin adı coğrafi informasiya sistemi adlanır. Riyazi coğrafiyada ərazidə ölçmə işləri aparılması, sonra proqram təlimatını öyrənməsi də xüsusi əhəmiyyət kəsb edən bir elmlərdən biridir. Biz dərsi oxuduq. İndi gəlin klasteri keçmədən öncə bizə tədqiqat sualı vermişdi. Tədqiqat sualına baxaq, ondan sonra klasteri yaxından təhlil edərik. Birinci sualda deyir ki, hazırda yeni elm sahələri yaranması hansı amilin təsirlə baş verir? Baxın, bu sualın cavabını 2 yerdə görürük biz. Baxın, birinci bu göy mətndə görürük balaca. Təbiətdə və cəmiyyətdə baş verən prosesi öyrənən elmdə coğrafiya xarakterli xüsusiyyətlər tərkibində elm sahələri yaranması, əhali coğrafiyası, ekoloji coğrafiya yaranmasına təkan verir. İnsan və təbiət və cəmiyyətin bir hissəsi olduğunu, onlar arasındakı münasibətlərin birləşik xarakter alır. Bu coğrafiya yeni elm sahələri yaranmasına təkan verir. Baxın, bu bizim oldu birinci sualın cavabı. Həmçinin baxın, dərsin başlığında da baxın, cəmiyyətin və istehsal inkişaf prosesində baş verən dəyişiklikləri öyrənmək lazımdır. Bu zaman yaranmış problemləri həll yollarını axtarmaq lazımdır. Bunun üçün də yeni elm sahələri yaranır. Baxın, bu da oldu birinci tədqiqat sualının cavabı. Sonra ikinci suala baxaq. Deyir ki, yeni yaranan sahələr coğrafiyanın inkişafına necə təsir edir? Dedik ki, hər bir yeni yaranan elm müxtəlif müxtəlif vəzifə və öhdəlikləri vardır. Məsələn, əhali coğrafiyası, əhalinin sayının artması, azalmasını öyrənən bir elmdirsə, şəhər coğrafiyası insanların yerləşmə prinsipini öyrənir. Həmçinin landşaftşünaslığı, yəni şəhər landşaftşünaslığı, obyektlərin bir-birinin nəzərin yerləşmə prinsipini öyrənir. Sosial coğrafiya, əhaliyə göstərilən məişət xidmətlərini öyrənən bir elm sahələrindən biridir. Bu da oldu bizim ikinci sualın cavabı. Daha sonra klasterə baxaq. Baxın, burada bizə 2 şaxələndirmə verir. Daha sonra ondan alt sahələr verir. Baxın, coğrafiyanın 2 sahəsi var. Fiziki coğrafiya, iqtisadi coğrafiya. Və bu hər iki elmdə öz-özlüyündə ənənəvi və yeni sahələrə bölünür. Həm fiziki coğrafiya ənənəvi sahələrə, yeni sahələrə bölünür. Həm də iqtisadi coğrafiya ənənəvi, yeni sahələrə bölünür. Baxın, dedik ki,
Ənənəvi sahələr hansılardır? Fiziki coğrafiya, yerşünaslıqdır, geomorfologiyadır, iqlim şünaslığıdır, hidrologiyadır, bitki coğrafiyası, torpaq coğrafiyası, okeanologiyadır və kartografiyadır. Yəni biz artıq birinci əvvəlki dərslərdən kartografiya elmi kim yaratmışdı? Mercator yaratmışdı. Okeanologiya elmi təməlini kim qoymuşdu? Çinzler gəmisi qoymuşdu. Torpaq coğrafiyasını Dokçayev yaratmışdı. Bitki coğrafiyasını dedik ki, Humboldt əsasını qoymuşdu. Yəni bu elmlər artıq biz əvvəlki dərslərdən tanışıq. Həmçinin bu elmlərin də öz alt sahələri də mövcuddur. Daha sonra yeni sahələrinə baxaq. Landşaftşünaslıq və şəhər planlaşdırılması. Baxın, dərsdə biz bu haqqda məlumat aldıq. Sonra riyazi coğrafiya, coğrafi informasiya sistemləri, təbiətin mühafizəsi və ekoloji coğrafiya haqqında biz məlumatlar almışıq. İqtisadi coğrafiya ənənəvi sahələrə, yeni sahələrə bölünür. Yeni ənənəvi sahələri sənaye coğrafiyası, biz əvvəlki dərslərdən bu mövzu sənaye coğrafiyası haqqında məlumat almışıq. Daha sonra kənd təsərrüfatı coğrafiyası, nəqliyyat coğrafiyası, sosial coğrafiya, əhali coğrafiyası haqqında da biz dərs gedişində məlumatlarımızı almışıq. Yeni sahələr arasında şəhər planlaşdırılması, ərazi planlaşdırılması, tibbi coğrafiya, coğrafi informasiya sistemləri və siyasi coğrafiya və rekreasiya coğrafiyası. Baxın, burada diqqət çəkən bir məqam budur ki, həm iqtisadi coğrafiya yeni sahələrində coğrafi informasiya sistemləri, həm də fiziki coğrafiya yeni sahələrində coğrafi informasiya sistemləri verilir. Bunun da səbəbi bundan ibarətdir ki, hər ikisində hər iki sahədə ərazini öyrənməsi, əhalini öyrənməsi üçün PEC və digər texnik alanlardan istifadə olunur. Buna görə də bu yeni elm sahəsi hər iki elmin alt sahəsinə aid edilir. Daha sonra suallara baxaq. Cəmiyyətdə gedən birinci suala baxaq. Cəmiyyətdə gedən hansı hadisələr coğrafiya elmi sistemi yeni sahələr yaranmasına səbəb olur? Baxın, cəmiyyətdə gedən hansı proseslər coğrafiya elmi yaranmasına gətirib çıxarır. Baxın, burada elə ilk sualda da qeyd olunur. Cəmiyyətin və istehsalın inkişaf prosesində baş verən dəyişiklikləri öyrənmək lazımdır. Bu zaman yaranmış problemin həll yolu axtarmaq lazımdır. Bunun üçün yeni elm sahələri yaranır. Bu bizim oldu birinci sualımızın cavabı. Biz birinci suala bu cürdə cavab verə bilərik ki, insanların durmadan artan istək və tələbatını ödənməsi üçün həm təbiətdən, həm də cəmiyyətdən daimi istifadə ön plana çıxır. Bu nəticəsində də yeni elm sahəsi yaranmasına gətirib çıxardır. İkinci suala baxaq. Son vaxtlarda coğrafiya elmində ayrılan sahələr, yəni fiziki və iqtisadi coğrafiya arasında əlaqənin qurulması ciddi təsir göstərir. Dedik ki, hər ikisi coğrafiya elminin sahələridir. Həm fiziki coğrafiya, həm iqtisadi coğrafiya. Bunlar da öz-özlüyündə coğrafiya elmi adı altında birləşir və bir-birlə qarşılıqlı əlaqəli şəkildə inkişaf edir. Daha sonra üçüncü suala baxaq. Coğrafiyanın yeni elm sahələrinin ayrılması olan hansı elmlərlə əlaqəli genişlənməsinə xidmət edir. Baxın, yeni elm sahələri dedik ki, sosial coğrafiya, sosiologiya, sonra biologiya, ekologiya, sonra tibbi coğrafiya, coğrafi informasiya sistemləri, informatika və digər elmlərlə də qarşılıqlı əlaqədədir. Bu da bizim üçüncü sualımızın cavabı. Sonra üçüncü növbəti suala baxaq. Bizə deyir ki, verilən ifadələr əsasən sosial coğrafiya, əhali coğrafiyasını Eller-Venn diaqramı tərtib edin. Baxın, tərtib edək. Baxın, birinci yazağı burası sosial coğrafiya yazaq. Burada yazılsın əhali coğrafiyası. Orta cəhət istəyir bizdən. Əhali məskunlaşması və təbii artımı öyrənir. Bu olacaq əhali coğrafiyasından biri bura getdi. Xidmət obyektləri ərazi təşkili öyrənir. 2 sosial coğrafiya gedəcək. 2 bura gedəcək. Sonra baxaq, 2 sosial coğrafiya gedəcək. İqtisadi coğrafiya ənənəvi sahələrdir. Bəli, hər ikisi iqtisadi coğrafiyanın ənənəvi sahələri, sosial coğrafiya, əhali coğrafiyası. Hər ikisinin ortaq sahəsi, ortaq xüsusiyyətlidir. Daha sonra yaşayış məntəqələri inkişaf yollarını öyrənir. Bu əhali coğrafiyasına aid olacaq. Bunu gəlin göstərim, çünki siz sosial coğrafiya ilə qarşılara bilərsiniz. Baxın, əhali coğrafiyasının tərifində deyilir ki, məntəqələrin inkişaf yollarını öyrənir. Baxın, bu cümlə ilə öz əksini burada tapır. Sonra baxın, əhəlinin hər səviyyəsi yüksəldilməsinə xidmət edir. Bəli, sosial coğrafiya əhali xidmət səviyyəsinin yüksəldilməsinə xidmət edən elm sahəsidir. 5 də getdi sosial coğrafiya. 2-5 sosial coğrafiya aid oldu. 3 hər ikisinin oxşar xüsusiyyətdir.
1-4 isə fərqli xüsusiyyət, yəni əhali coğrafiyasına aiddir. Yəni 2-5 sosial coğrafiyaya, 1-4 əhali coğrafiyasına, 3 isə oxşar xüsusiyyətdir. Daha sonra elm sahələri verib sosial coğrafiya, siyasi coğrafiya, rekreasiya coğrafiyası, coğrafiya informasiya sistemləri və bizə bu uyğunlaşdırmağımız istəyir. Əhalinin istirahətinin təşkili öyrənir. Bu bizdə aid olacaq rekreasiya coğrafiyasına. A3-ə gedəcək. Daha sonra dedik ki, məlumatın toplanması, xəritəyə köçürülməsi ilə məşğul olur. 4-ə B gedəcək. Sonra siyasi xəritələrin dəyişməsi, inzibati ərazi bölgüsü, siyasi proseslər öyrənir. Baxın, bu oldu siyasi coğrafiyaya. 2-C. Əhalinin həyat səviyyəsinin yüksəlməsi, obyektlərin ərazi təşkili öyrənir. Bu da oldu 1-D. Gəlin bir də təkrar edək. 1-D getdi, yəni əhalinin həyat səviyyəsinin yüksəldilməsi, xidmət obyektlərinin ərazi təşkili öyrənir. Siyasi coğrafiyaya getdi, siyasi xəritələrin dəyişməsi və inzibati ərazi bölgüsü, siyasi prosesi öyrənir. Rekreasiya coğrafiyası əhalinin istirahətinin təşkili öyrənir. Coğrafi informasiya sistemlərdə məlumatın toplanması və xəritə köçürülməsi ilə məşğul olur. Açar sözlərə gəlin baxaq burada. Məsələn, rekreasiya coğrafiyası istirahət sözündən elə götürmək olar ki, istirahət sözündən yadda saxlamaq olar rekreasiya coğrafiyasını. Daha sonra məlumatların toplanması, təhlil və xəritə köçürülməsi, xəritə sözünü elə burada elə yadda saxlasaq, bəs eləyək ki, coğrafi informasiya sistemlərinə aiddir. Daha sonra siyasi xəritələrin dəyişməsi, inzibati ərazi bölgüsü, siyasi proseslər öyrənir. Baxın, siyasi söz burada gözümüzə dəyir. Bu təbii ki, siyasi coğrafiyada olacaq. Əhalinin həyat səviyyəsi yüksəldilməsinə xidmət edir. Bu olacaq. Baxın, həyat səviyyəsinin yüksəldilməsi. Biraz sosial coğrafiya tərəfi, əhali coğrafiyasının tərəfinə oxşuyur. Amma burada əhali coğrafiyasında əhalinin tələbi artımı öyrəndiyi halda, sosial coğrafiyada isə əhalinin həyat səviyyəsini və onun yaşayış tərzini öyrənir. Yəni, həyat sözü gördünüzsə, sosial coğrafiyaya götürəcəksiniz. Bu da oldu bizim dərsimizin izahı. Dərsi izlədiyiniz üçün təşəkkür edirəm. Kanala abunə olmağı unutmayın. Sağ olun, hələlik.